Lənkəranda bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək 2 nəfəri döyüb. Hadisə oktyabrın 28-də gecə saatlarında baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Hirkan qəsəbə sakini Alim Şükürzadə, 1996-cı il təvəllüdlü Lənkəran sakini Cəbrayıl Şirməmədovu zorla avtomobilə əyləşdirərək Sütəmırdov kəndinə aparıb. Orada Alim Şükürzadə, dostları 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə Cəbrayıl Şirməmədovu döyərək ona xəsarətlər yetiriblər. Daha sonra həmin yerə gəlmiş Cəbrayıl Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da Alim Şükürzadə tərəfindən döyülüb. Hadisə ilə əlaqədar hər üç şəxs polis tərəfindən saxlanılıb. Onların sərxoş vəziyyətdə olması müəyyənləşib. Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.